Bir sözlə Azərbaycan bölgələri bugün ən yüksək standartlara cavab verməlidir. Son illər ərzində yenə də deyirəm, aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. 9 beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşma, yəni bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, bunların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib, orada insanlarla kəndlərdə təmasda olmaq. Mənim tələblərim bundan ibarətdir və hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmət bəzi məmurlar bu göstərişləri yerinə yetirmə əvəzinə ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğrulacaqsınız, sizin üzərinizə böyük vəzifə düşür. Bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmışsınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğrulacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.